İbrahim peygamber orada keçir. Kimden keçir? 80 ildən sonra ona bir oğul verib Allah. Oğul böyüyüb olub 14, 15, 13, bax bu yaşlarda. Qolların bağlayıb uşağın istəyir ki, kəsə. O da Allahın əmri ilə. Orada Cəbrail gəldi. Cəbrail gəldi, dedi ki, ya İbrahim, hər nə istəyirsən Allahdan təmənna elə, istə, yəni arzu elə. İmam Rıza aleyhissalam deyir ki, İbrahim təmənna elədi, amma dili ilə yox. Allahdan utandı ki, deyə, belə yox, belə. Amma atadır, ürəyindən bir şey keçdi, dilinə gətirmədi. Nə keçdi ürəyindən? Kaş mənim Allahım bir qoç göndərə, mənə əmr eləyə, onu kəs, yə'muruhu bizibhi, əmr eləyə onu kəsəm, fidaənləh, bunun yerinə. Ürəyindən bu keçdi. Fəu'tiyə munah, fəu'tiyə munah. Allah İbrahimi arzusuna yetişdi.